Mən gəlib stand-upçı olmuşam. İlk yaradanı mənə. Mesela filmləri Azərbaycanda adı sanı yox idi. Biz Interpapa çəkdik o vaxtı. Film sektoru ayıldı. Bizim kinoya baxırmışlar ki, təkcə rezervlikdən ibarət deyilmiş bizim. Bizdə də var istedadlı uşaqlar. Yığılışdılar bir yerə. Harda pullanda belə, başı çıxan çıxmayan ancaq pullan tərəfə çox ucuz şeylər də çəkdilər və biz orada olmayanda çox bərbad filmlər də çıxdı və tamaşaçılarımızın bir hissəsini küstürdülər kinoteatrda. Fərda bəy qazana bildi bu illər ərzində, nə qazandı? 250 min səndədir. Son 250 min üçün mən Fərdanı keçdim. Fərda kimdir? Amma halbuki nənə kimi Fərdanın o film kasetlərinə baxırdım. Aslında bir böyük qardaş, böyüklüyü niyə qəbulləmirsən ki? Özündən zəifləri tapdalayıb bir yerə gedib çıxa bilərsən. Onu dərk edin ki, Allah sizə verdiyi gözlərlə həqiqətən hər şeyə şahid da. Təşəkkür edirəm, həyatıma girdilər, çıxdılar, zərbələr aldım. Adlarını çəksə, yaxınlarımdan, ən sevdiklərimdən. Allah insanı ən yaxın sevdiyi ilə sınayanda insan böyüyür. Çünki ən dərin ondan küsürsən. Pula görə mənə ki, sonra o arxada da bir çay iç, o mənə görə deyil. Salam, xoş gördük Səhnə Adamın verilişinin özəl izləyiciləri. Bu günləri Səhnə Adamın verilişinin ilk buraxılışı olduğuna görə çox özəl bir qonaq dəvət etmişik və keçid etmək istəyirəm. O, show biznesin showmeni deyərdim, özəllərindən deyərdim. Fərda bəy, xoş gəlmisiniz. Xoş gününüzə gələk. Maşallah, balaca bir giriş elədiniz, çox yaxşı. Mən dedim, bəlkə sonra danışacaq biz, sonra müsahibə götürəcək. Fərda bəy, bildim sırasız. Çox sağ olun, bildim sıra siz mənə icazə verməyəcəksiniz. Söhbətimiz çox maraqlı olacaq. İçim də, ürəyim də dolu idi, istədim. Nə qədər təqdimat etsəm də sizə uyğun olmağa, istədim sizə layiqli olsun. Çünki bir xalq olaraq, tamaşaçı olaraq sizi çox sevirik. Bugün mən sizin qarşınızda otursam da, təbii ki, sizin monoloqlarınıza çox gülmüşəm. Sizin yaratdığınız obrazlar ürəyimcə olub. Və mən də bir xalqın, belə deyək də, tamaşaçı olduğum halda, yəni onların sizə qarşı olan ürək sözlərini çatdırmaq istədim və mən sizi səhnəmizin ən səmimi siması adlandırardım həqiqətən də. Səmimiyyətinizə görə. Çox yaxşı. Mən nə qədər də rahat danışsam, yenə də veriliş sizindir. İstədiyiniz şey montajda kəsib çıxardacaqsınız. Elə şeylərdə az görməmişik. Buna görə çalışacağam ki, danışdıqlarım hamısı efirə getsin. Bəli, biz o zaman elə eləyəcəyik, narahat olmayın. Səmimiyyətin razdatqasını qoşdum. Nə səmimiyyət varsa hamısını sizə və tamaşaçılarınıza qurbandır. Yəni, yenə də deyirəm, sözsüz ki, o tanınmışlığın ilk mərhələlərində istəsən də səmimi ola bilməsən, çünki sənin bədənin də o şöhrəti birinci qəbul eləməlidir. Çünki yeni bir proqram gəlir bədənin üçün. Yəni, normalda səni adam yerinə qoymayanlar, yəni siz belə ruhun hiss olunmur ki, belə bir adam var burada. Həm də boyum da ona imkan verirdi. Yaraşığım da tam olaraq o deyil, indi də tam olaraq o deyil oturuşmayım. Amma yəni istənilən halda o şöhrətin proqramı ki gəlir, onu hər adam qəbul eləyə bilmir. Bir anlıq elə olur ki, 3 gün, 5 gün içində populyar olan adam artıq bundan öncə yaşadığını unudur. O dilləri psixologiyada var, keçmişi və unut. O keçmiş deyil. O şöhrət yaşayan insanlara aid deyil. Keçmişini hər zaman xatırlamalısan ki, bax belə tamaşaçından səmimi olasın. Bəli, düzdür. Hani keçmiş oldu, keçmiş qutardı. Bu, onlar şöhrət tanınmış adamlar qarışdırıblar onu ki, o keçmiş qutardı. Mən elə anadan olanda belə tanınmış, doğulmuşdum deyə bir şey yoxdur yəni. Onu siz eləyən kimdirsə o adamlara daima siz də onlara pərəstiş eləməlisiniz. Necə ki, mənim sevənlərim məni indiyə qədər 3 nəsil bax belə bəstəyə gətirib onların qadasını alır. Fərda bəy, özünüz oradan düz keçid etdiniz ki, bu günləri sizi hər kəs showman kimi tanıyır. Artıq səhnələrin ulduzu deyək tanıyır, amma keçmişə qayıtmaq istəyirəm. Fərda bəy necə oldu ki, bu sənətə gəldi? Siz başqa bir peşənin sahibi olmusunuz və Şən və Hazır Cavablar klubundan biz sizi ilk dəfə efirdə görmüşük. Wikipediyanı oxumusunuz. Sizə kim təkan oldu ki və sizin o yaradıcı ruhunuzdur, deyir sənətçi doğulmaq lazımdır, sonradan sənətçi olmur. Hər kəsin içində bir, belə deyək də, incə sənət qığılcımı olur, amma onu üzə çıxartmaq lazımdır. Yəni siz başqa peşədə olduğunuz halda sizə kim dedi ki, Fərda, səndə bu alınacaq? Yəni səhnələrə siz birdən-birə başqa sahədən başqa sahəyə keçdiniz və bu sizə uğurlu alındı. İnanın, səmimiyyətimə yenə də deyirəm,
mən heç bilmirəm bu necə olub. Başqası olsa deyər ki, mən özümdə bunu hiss elədim, durdum, bunu elədim, bunu. Vallahi heç eləməmişəm mən. Amma layihələr ardınca gəldi. İstedadım, yenə də deyirəm, mən bu günlərim istəyirəm Fərdanı başqa yöndən tanısınlar. Necə ki, səhnə adamı deyirsiniz. Bəli. Xeyirli olsun verilişiniz. Məni biraz da başqa tərəfdən tanısınlar. Çünki elə humorist, stand-upçı falan, amma mənim bir başqa bir daxili dünyam var. Və o dünyada da hər zaman mənə o istedadı verən Tanrıya şükürlər edirəm. Necə ki, o nəfəsi bizə o verib, xəbərimiz olmadan nəfəs alırıq, yatırıq, dururuq. Bütün avtomat öz-özünə onun varlığının göstəricisidir. Ki, xəbərimiz olmadan hər şey. Çünki nəfəsin nə qədər dəyərli olduğu reanimasiyada bilinir. Onda bilirsən ki, sənə nə boyda sərvət verilibmiş. Gözlər zəifləyəndə bilirsən ki, bundan öncəki gözlərim nə möhtəşəm idi. Yəni eləcə də mənim bu istedadım. Çünki mən 3-cü sinifə qədər danışa bilməmişəm. Bunu dəfələrlə demişəm. Mən dilimdə çox böyük qüsur olubdu mənim. Qüsurlu doğulmuşam. Sadəcə bir möcüzə nəticəsində, bir gecə gördüyüm yuxu sayəsində mənə istiqamət verilib, körpü olaraq durub bunu valideynlərimə demişəm. Atam məni aparıb, o ocaqda, yuxuda necə deyilibsə elə hərəkət eləmişəm və dilim açılıb və mən gəlib stand-upçı olmuşam Azərbaycanda. İlk yaradanı mənəm. Ondan öncə olub monoloqlar falan, stand-up formatı. Tək olaraq çıxıb səhnədə saat yarım, 2 saat, 2 saat yarım, 3 saat danışmaq gücünü mənə verən həmin o Allah'dan, hansı ki 3-cü sinifə qədər dilimi bağlamışdı. Ona görə mən bilmirəm bunlar necə baş verdi. Amma bilirəm ki, zarafatlarım şirin alınır. Elə ki, yəni yazan da odur, yaradan da odur. Amma fərqli yaradıldığımın fərqindəyəm ki, fərqli gedişat oldu. Çünki mən kimya biologiya liseyini oxumaq istəməzdim. İndi də olsun istəmərəm. Çünki kimyası heç vaxt sevmədim. Riyaziyyatı çox sevirəm. Amma məsəl üçün kimyanı sevməmişəm, amma kimya biologiya liseyində oxudum Bakıda. Sonra İqtisad Universitetində. Çünki anam istəyirdi həkim olum, atam istəyirdi iqtisadçı olum. Onların da istədiklərini yerinə yetirdim. Sonra amma yol oradan keçirmiş. İqtisad Universitetində KVN, Şən Hazır Cavabları klub komandalarının yarışları, orada Azərbaycan çempionu. Sonra o yol məni gətirdi, çıxartdı Heydər Əliyev sarayına. O sarayda yarışda məni Həsən gördü, təkcə bir Həsən. Orada bir kapitanların yarışı vardı 5 dəqiqəlik. Orada da məcburiyyətdən çıxdım. Çünki mənim öz komandamız deyildi. Hazırlaşdırdığım komandaydı. Gördüm ki, o birisilər daha təcrübəlidirlər, onların yazarları. Onlar çıxdılar ki, bizim komandanı uçsunlar. Mən məcburiyyət qarşısında çıxdım. Və 5 dəqiqənin içində mənim təkcə bir hekayəm həll oldu. Oradan da üzübəri gəldikcə də yazı, pozu, hər şeyi verib təşəkkür edirəm ona. Biz komanda olaraq, qrup olaraq yığılırdıq. Əsas Həsən idi, sonra Məmməd ağa dostumuz var idi, o idi. Sonra Anar Xəlilov idi dostumuz. Mən idim, Elməddin idi, Müşfiqin özü idi. Və hamımız bir-birimiz üçün yazırdıq. Hərə özünə rahat olan bir janr mövzu seçirdi. Onu nə qədər bacarırsa yazırdı. Sonra gəlirdi, otururduq hamımız belə. Mən danışırdım, mənə baxırdılar. Mənim monoloquma əlavələr eləyirdi dostlarımız. Elməddin danışırdı, ona əlavələr eləyirdi. Müşfiqə və s. və ilə axır. Belə bir gedişat idi. Onun yaradıcısı isə Təksəbirin yaradıcısı olub Həsən Əliyev. Həsən dostumuz. Taksi verilişi ilə məşğul idi. Sonra Təksəbir, Həsən və layihə rəhbəri də oydu, rejissoru da oydu. Təksəbir sonra siz solo şəklində veriliş halına çevrirdiniz. Tam sərbəst oldu. Tam sərbəst oldu. Amma qısa ömürlü oldu, belə deyək. Fərdan bəy çox işi yarıda qoydu. Qısa olmadı, o 2 ilə yaxın getdi. Mənim son illərdə gördüyüm hansı ki həyata keçirdiyim layihələr var ki, qısa ömürlü olur. O da 6 ay, 7 ay falan filan. Yəni ümumiyyətlə televiziya aləmində belə bir şey var ki, ən normal tutarlı layihə 6 ay olmalıdır. O bizdədir belə. Yəni amma sevilən layihə olanda davamının gəlməsini istəyirsən və tamaşaçıya bu çox qısa görsənir. Yəni mənim özümdən asılı olan layihələr ki var, hansı ki özümdən maliyyələşibdi, onlar uzun ömürlü olubdu. Top kimi şounun özü 2 il yarım getdi. Sonra tam sərbəstin özü 2 il yarım gedibdi. Təksəbir mənə aid deyildi, amma o belə 3 ilə yaxın davam elədi. Sonraki layihələrdə ki, televiziyadan maliyyələşirdik, bəlli bir
müddətdən sonra deyiblər ki, məsələn, gücümüz çatmır və yaxud da sponsor və yaxud da içində formata müdaxilə ediblər ki, qonaqlar bunlar olsun, bunlar olanda yaxşı baxılır, onlar olanda yaxşı baxılır. Mən də görmüşəm artıq yaradıcılığıma müdaxilə var və ruhum ora ilə bir deyil. Mən sadəcə orada pul qazanıram deyə pulu yox, yaradıcılığı seçmişəm. Bəs Fərda bəy qazana bildi bu illər ərzində? Nə qazandı? Maliyyə cəhətini, maddi cəhət nəzərə tuturam. Fərda nələr qazandı bu illər ərzində? Nələr qazandı mən? Və hansı təkliflərə... Pulun sayını mı deyim? Bu sənət Fərdaya nə qazandırdı? Məşhurluqla bərabər nə qazandırdı paralel şəkildə? Məşhurluqla bərabər cümləsi var. O məşhurluq var, onun özü elə ən böyük sərvətdir. Yəni sizə böyük təkliflər gəldi, eşitdiyim qədər. Bəli, məşhurluq əslində içərisində də sevgi olmalıdır. Məndə şükürlər olsun o sevgi də var. Fərda bəy, siz çox tez məşhurlaşdınız. Fərda hər kəsin sevimlisi də ola bilməz, aydındır. Amma müəyyən bir kütlə və bəlli sayda bir kütlə var ki, mən onu hər yerə gedəndə hiss eləyirəm. Var uzaqdan görüb sadəcə kiməsə göstərmək ki, Fərda da buradadır. Mənə bu da buradadır. Bir də var ki, o məni görən kimi açılan o çöhrələr deyək, o gözəl üzlər mi deyək, o dişləri ki görürəm, o səmimiyyət, o gözün içindəki parıltını, mənim ən böyük qazancım odur. O ki qaldı maliyyə tərəfinə, maliyyəni qopsan, bunları əldə saxlamaq çətindir. Mən bunu seçmişəm, mən bununla yaşayıram. Maliyyə, hər işdə maliyyə var. Hər işdə maliyyə var. Var qəlbinlə hərəkət eləmək, var beyninlə hərəkət eləmək. Mən də hər şey, dostlarla da münasibətdə, ailə münasibətlərində də, hər bir işdə birinci məndə ən öndə olan qəlbimdir və duyğularımdır. Çünki mən bilirəm ki, bu həyata bir də gəlməyəcəm. Mənim filmim bir seriyadır və filmimdə baş roldayam. Mən epizod oynamıram. Pula görə, yəni ki, sonra o arxada da bir çay iç, o mənə görə deyil. Elə yaradılmamışam, kodlar elə qoyulmayıbdır. Bilir, dəstəkləyir. Və Fərda ardı-ardına film təklifləri dəvəti alır və filmlərə çəkilir. Film demişkən, filmlərə keçid etmək istəyirəm. Bəli, o filmlərin başlanma mərhələsini deyim sizə. İlk olaraq, yəni hətta kommersiya filmləri Azərbaycanda adı sanı yox idi. Biz Interpapa çəkdik o vaxtı. Biz çəkdik deyəndə ki, yəni bir MM Company vardı o vaxtlar, dostumuz Müşfiq bəy. O təklif elədi ki, gəl belə bir film çəkə bilərsənmi? Niyə çəkirik? Oturduq, yazdıq mən, Anar bəy, Talıb, sonra Talıb, Məmməd ağa dostumuz bərabər. Fikir mənim idi, hekayə mənim idi, amma sağ olsun kömək elədilər. Yazdıq. Interpapa çıxdı o. Bu avtobus Yevlağa getmir, yəqin ki, baxmısınız. O film. Ondan sonra bir müddət keçdi, sonra bərabər kollektivimizlə, o kollektivdən öncə olan Toy filmi idi, ilk film. Toy film, kommersiya filmi. Bütün o yaradıcı uşaqlar hamımız bir yerdəydi, maraqlı bir şey alındı. Ondan sonra Interpapa və uzun bir boşluq yarandı ondan, zaten onsuz da boşluq var idi. Sadəcə çıxan bir kommersiya filmi idi. O vaxt şərtlərlə çəkilmişdi. Ondan sonra isə Planeta Parniz Bakudan Tahir İmanov, salamlayıram buradan. Tahir qardaşımız sağ olsun, mənim yaradıcılığıma çox yaxşı dəyər verir, qiymət verir, insan olaraq da çox yaxşı münasibətimiz var. Onlarla bəli bir layihədə işlədik. O layihədən sonra bir tamaşada məni gördü, o kəramət obrazı vardı, Ögey ata. Onu gördü və onda oradan məni dəvət elədi ki, belə bir film çəkə bilərikmi? Adı falan heç nəyə məlum deyildi. Mən dedim ki, eləyə bilərik. Halallaşdıq dostlarımızla, hansı ki öncə olmuşdu. Ögey ata çıxdı. Ögey ata ilk dəfə olaraq kinoteatrlarda verilən kommersiya filmidir. Və orada bizim millətimizin qadasını aldım, Fərda sevənlərin ora axını ki oldu. Onda bizim film sektoru ayıldı. Bizim kinoya baxırmışlar ki, təkcə rəzəvi verdikdən ibarət deyilmiş bizim. Bizdə də var istedadlı uşaqlar. Bəli, sonra. Bu neçə oldu belə? Ondan sonra yığılışdılar bir yerə. Harada pul olanda belə, başı çıxan çıxmayan ancaq pul olan tərəfə hücum çəkir axı. Ondan sonra gəldi, Xoxan yarandı, ondan sonra Oğlan evi, bütün yaradıcı heyətlərin hamısını buradan salamlayıram. Söhbət o sonradan qoşulanlardan gedir ki, axın oldu ora. Və düzdür, 3 il davam elədi bu möhtəşəmlik, tamaşaçılarımızın kinoteatra axını. Amma çox ucuz şeylər də çəkdilər və biz orada olmayanda, yəni yayımda olmayanda çox bərbad filmlər də çıxdı və tamaşaçılarımızın bir hissəsini küstürdülər kinoteatrdan. Amma yeni bir mərhələ olacaqmı? Mən söz verirəm ki, olacaq. Olacaq, davamı gələcək. Bəli. Onu yenə də Allah mənim imzamla onu yenə də
tərpədəcək, görəcəksiniz çox yaxın zamanda. Ay nə gözəl. Bəlkə biraz Yenidən hər kəs kinoteatra üz tutacaq. Bir anons edək o zaman. Bəli, Fərda bəydən yeni bir film gəlir ki, Fərda bəy yəqin ki, baş rolda olacaqsınız. Bundan sonra Fərdanı başqa layihələrdə demək olar ki, görməyəcəklər. Siz artıq... Mən ancaq sırf öz yaradıcılığım, bütün həyatımı ona əsr eləyəcəm artıq. Sırf stand-up konsertlərim, bölgələr olaraq Azərbaycanlarımız hansı ölkələrdə yaşayır, o ölkələrdə mütləq gedib onlarla görüşəcəm. Stand-up konsertlərim, silsilə turnelər və mənim özümün öz qələmimdən çıxan və özümün gözümdən, kameradan gördüyüm filmlər ki, yeni mərhələ bundan sonra mənim tamaşaçılarımıza özəl səhnə adamı verilişinin bugünkü siması. Bəli, Fərda bəydən özəl etiraflar ki, Fərda bəy artıq tamaşaçıların qarşısına yeni stand-uplar və yeni filmlərlə. Tamaşaçılar bunu çoxdan gözləyir Fərda bəy. Bəli, çünki həyatda nə baş verirsə yaxşılıqadır. Həyatınıza girən, çıxan kim varsa təşəkkür edin. Onda Allah deyəcək ki, artıq məni saymağa başladı. Bilir ki, bu yaşantıda mən onu böyütmək üçün bu yollara salmışdım. O insanlar ona görə onun qarşısına çıxartdı. Niyə görə deyirlər ki, təsadüf heç bir şey yoxdur. Bəs o təsadüfləri düşündürən, onun təsadüf olmadığını göstərən ilahi qüvvə var da. O baxımdan. Ona görə də mən hər kəsə təşəkkür edirəm. Həyatıma girdilər, çıxdılar, zərbələr aldım. Çox belə ən yaxınlarımdan, ən sevdiklərimdən. Bir də Allah insanı ən yaxın sevdiyi ilə sınayanda insan böyüyür. Çünki ən dərin ondan küsürsən. Dibə vurursan, dibə. Dibə vuranda artıq insan böyüməyə başlayır. O demək deyil ki, ondan sonra heç kimi sevməyəcək, ondan sonra heç kimi etibar eləməyəcək. Yox. Amma o mütləq olmalıdır, ən yaxınından, yaxın bildiyindən. O zərbələri aldıqca deməli Allah səni çox sevir. Onun əsl üzünü sənə göstərdi və səni böyütmək üçün göstərdi. Və biraz yaşın az olanda göstərdi ki, böyüdükcə artıq təcrübə və təcrübə. Fərda bəy, bunlar sizin öz yaxınlarınızda, yəni vaxtı ikən əməkdaşlıq etdiyiniz həmkarlarınızda, belə deyək də, sizin incəkliyiniz var. Arada bir soyuqluqlar oldu. Mən toxunmaq istəyirdim, amma özünüz bağlı şəkildə də olsa mənim sualımı cavablandırdınız. Yəni bugün sizin sənətkar, belə deyək, həmkarlarınız düşündüyüm qədər artıq ələkdən keçib və azalıb. Bəli, çox azalıblar və yenə deyirəm, hər birinə Tanrım şahiddir. Bax, bunu da deyim bu sözü, burasına diqqətlə qulaq asın. Allah şahid sözü sıradan sən öl, mən öl ki, onun da faizini salıblar. Sən özüm ölüm, belə olacaq, belə olur. Bu o sözlərdən deyil, bunun çox böyük enerjisi var. Allah şahiddir sözünü deyirsinizsə, onu dərk edin ki, Allah sizə verdiyi gözlərlə həqiqətən hər şeyə şahid da. Yəni bunu 5 manat xeyrim var deyə işlədərsən, sabah onun belə bir döngüsünü yaşadar sənə. Ta ki sən ayılana kimi ki, mən hansı sözü harda yanlış elədim. Onu da hər adam dərk eləmir, amma o sözü çalışın dərk eləyərək işlədin. Ona görə deyir ki, mən hər şeyə şahidəm. Bir şey qura bilərsən, birinin ayağını tapdalaya bilərsən, tapdalatdıra bilərsən. Biraz sənə Allah Taala elə bir tanış adam imkanı verər, özünə imkan verər ki, özündən zəifləri tapdalayıb bir yerə gedib çıxa bilərsən. Amma bil ki, hamısına Tanrı şahidlik eləyir. Və bir gün o içərisində o belə bir boşluq yarananda onun səbəbini axtarırsan, tapa bilmirsən. Axı bu nədir? Pul üçün əlləşirdim var. Şöhrət istəyirdim var. Maşın deyirdim var. Villa deyirdim var. Bu nə boşluqdur? Bax, bu Yaradanın boşluqdur. Oralardan müğayət olun. Və Allah şahiddir ki, sizin huzurunuzda və bu kameraların huzurunda da bütün mənə belə el dilindən deyək, pislik eləyən, mənim yolumu kəsən, mənim işsiz olan vaxtımda xımır arxada dayanıb gülən, sevinən kim varsa hamısına Allahın şahidliyi ilə təşəkkür edirəm sizə dostlar. Məni bu qədər böyütdüyünüz üçün çox minnətdaram. Allah yolunuzu açıq eləsin. Allah sizə milyonlar qismət eləsin. Amma ən böyük milyonlar məndə artıq çoxdan var.
Bu qədər. Fərdə bəy, üstündən keçək. Aha, bir örnək mesaj göndərdi. Yəni buradan da yəqin ki, çoxları kimə aid olduğunu anladı. Bəli, üstündən keçək. Təbii ki, yəni bu danılmaz bir həyatın belə deyək də qanunu deyək, reallığı deyək ki, kimə yanında olursan, dəstək olursan, axırda nankorluq zərbə görürsən, biraz bayağı səslənsə də. Amma bu gün gülməyə öyrətdiyim birini sən tutur. Bəli. Yəni onun adını qoyurlar. Pişik balasını çox istəməkdən yeyir. Fərdə bəy, eşitdiyimə qədər sizin tələbələriniz var. Tələbələrin... Çünki sizi gənclərin ortamında, belə deyək, yeni parlamağa çalışan, nəsə səhnədə demək istəyən, yəni kiçik tamaşaların, belə deyək, adlarını çəkmək istəmirəm, amma onlara dəstək olduğunuz həmin tamaşalarda yer aldığınızı görmüşük. Və biz bunu dəstək kimi qiymətləndiririk ki, Fərdə bəy oradadırsa, yəni demək ki, dəstək üçün onların yanındadır. Tələbəm deməyim, o biraz çox böyük səslənən bir fikirdir. Amma ona da Allah şahiddir ki, yanımda olan kim olubsa, yəni yanımda olmasını istədiyim kim olubsa, ona əlimdən gələni göstərmişəm və köməkliğim də, dəstəyim də toxunub da halal-halalda xoşlar olsun. Bir dəfə olub o tam sərbəst vaxtlarında, o zaman da var idi bir kasting elədik. 300 nəfərin içindən 3-4 dənə dostumuzu seçdik ki, o uşaqlar da indi də efirlərdə var, içində paradistlər də var, aktyor kimi yetişənlər də var. Halal-halal xoşlar olsun. Allah bir dənə də imkan yaratsın, bir dənə də o enerjini versin. Mən çox istəyərəm ki, əslində fikrimdə stand-up məktəbi var, açmaq. Ona yetişmək üçün amma yenidən stand-up'ı çox dəb halına gətirməliyik. Ona görə onun üçündür məhz bu bayaq dedim o silsilə konsertlərim, sosial şəbəkələrdə o zövqlü yumor, stand-up formatında çox yayğın olmalıdır ki, bir həvəs yaransın gənclərdə ki, ayda mənim də fikirlərim var. Bəlkə mən də bir telefon qoyum, mən də bir yoxlayım görək mənim bəlkə zarafatım. Yəni yaratmaq buna deyirlər, bir şey yaratmaq. Bəli, bir səhnədə durğunluq var, elə bir stoplanma var. Yəni nə bilim verilişin adına hamı pul axtarır, heç kim şəxsən. Yəni sənət adamı hamı pul axtarır. Harda pul var? Harda pul var girək ora. Kommersiyada belə deyək. Kommersiyada pul da pul. Hara fırırsan, kommersiyada pul da. Pul, çörək pulu, çörək. Harda çörək var ora, harda. Yeganə sənətdir ki, o sözü o qədər sevmir ki. Yəni, adi bir, heç bir qabiliyyəti olmayan insan da yoxdur əslində. Sadəcə artıq özünə onu otuzdurmuş adamlar var o fikri ki, mənim əlimdən işte gəlmir. Allah heç kimi boşuna yaratmayıb. İnan ona, yaradana. Heç kimi boş yaratmayıb. O adam oturub boşluqda Fərdanın pulunu hesablayanda şotkasını götürüb salfetkada bu bildiğini çəksə, çəkir. Axırda gözümü çox gözəl bir gül çəkib bu. Bildin? Amma fikri yenə də güldə deyil, Fərdan pulundadır. Bunun üstünə düşsə, bu rəssamlığın üstünə düşsə, bəlkə də bir şey yaradacaq. Bəli, onu görürəm. Fikri onda bundadır deyə. Bu dəqiqə də elədir. Sabah da elə olacaq. Olmaması üçün danışırıq biz bunları. Ki, istedadsız insan yoxdur. Şeyyən var, dəmiryən var, onu hardan tapıb? O da bir istedaddır da, yəni. Bəli. Eyni orqanizmdir, amma görürsən, tapıblar onu. Özündə bir kəşf edib onu ki, həm belə bir şey var. Ya, misal üçün, stəkanı aparıb kuxniyə qoymağın dərdindən ərincəklidən oturub yeyib, momoslayıb, o da şey yeyib. Necəsə kəşf olunub da Fərdə bəy çıxdı da sizdən sonra çoxları yəni bu səhnədə oldu, amma sizin yerinizi vermədi. Belə deyək, çox abartmıram, çox şişirtmirəm, çox tərifləməyə keçmirəm, olanı deyirəm də. Yəni bəlkə də o sizin o fərqli istedadınız, siz onu özünüz görmürsünüz. O insanlarda, yəni insan özündə olanı görmür, kənardakı onu görür ki, mən onun yerində biz necədir? Biri yeni bir sima ortaya gəlirsə, artıq Fərda kimi olmaq istəyir. Düşünmür ki, Fərda ola bilməz. O özü kimi özünü təqdim etməlidir, özü kimi uğurunu qazanmalıdır. Yəni biraz qısqancıq, amma ola bilər sizin də istedadınız siz görmədiyiniz qədər üstündür və bu insanlarda biraz qıcıq yaradır, qısqanclıq yaradır. İnanın yaradana, onu içində qəbul eləyib ki, Fərdaya baxıb, Elmədinə baxıb, Müşfiqə baxıb. Parodiya etmək uğura gedən yol deyil. Amma onu elə təqdim edir ki, bunun özünündür. Amma tamaşaçı niyə onu hiss edir ki, bu yarı Elməddindir, yarı Fərdadır? Və yaxud da bu elə ki, Elməddindir, başqa versiyada. Onu qəbul eləsə, onun da yeni bir dalğa açılacaq. Sadəcə qəbul eləmək istəmirlər.
ən böyük nadanlıq da oradadır. Və o da özünü tamaşaçıya qəbul etdirə bilmir. O ki xarakterlə Amma o desə ki, mən Fərdaya baxaraq böyümüşəm. Mən Elməddinə baxdım, yumora həvəsim yarandı. Mən çox istəyirəm Elməddini, Fərdanı, Müşfiqi. Yəni mən öz həmyaşıdlarımdan, bir yerdə başladığım dostlarımızdan danışıram da. Adlarını çəksə, çəkmə. Allah ona əlbəttə ki, çünki mümkün deyil. Sən kiməsə baxıb gəlmisən. İndi sənin bir kütlən ola bilər ki, orada saydı da, say nə qədər insan Allah'tı bu dəqiqə. 250 min səndədir, Fərdada da 100 min. Son baxsan 250 min ki, mən Fərdanı keçdim. Fərda kimdir? Amma halbuki nənə kimi Fərdanın oturub kasetlərinə baxırdım. Onu demək olmaz. Yenə deyirəm, yaradan müşahiddir. Və sənə ondan da artığını, sənə ancaq olacaqsan kapirovka. Və çox bərbad kapirovka. Birə-bir də eləyənməzsən, çünki Fərda var da. Fərda necə birə-bir eləyəsən ki? Eləyənməsən, çünki özəl var. Burada barmaqdakı izlər qədər çox incə orada fərqlər var. Ona görə başqa bir, çünki özündə olan qalıb bir qırağa, düşünsən Fərdanın dalınca, döyüş gözəldir. Biz özümüzcə baxmırıq. Mən özüm çox baxmışam. Mən ilk dəfə olaraq stand-up'ı Cem Yılmazda görmüşəm. Mən Top Kim Şounu Bəyaz Şovda görmüşəm. Və bunu etiraf edirsən. Bəli. Aha. Yəni bu insanın onlar zaten bizdən televiziya sahəsində də, yəni bütün bu dəqiqə geyimlərimizin 99% baxın, hara Türkiyəndə, Türkiyəndə. Böyük qardaşlarımız da altında deyirsən, böyük qardaş, böyüklüyü niyə qəbul eləmirsən ki? Öndədirlər də, televiziya sahəsi olsun, filmdə mən öz sahəmlə danışıram. İstər serialı, filmi olsun, nə bilim, şousu olsun, öndədirlər, bunu qəbul eləməniz lazım. Və o artıq bir də xoşbəxtlikdir ki, sənin artıq bir nümunən var. Baxıb oradan bir şey yaxşı mənada götürə bilərsən. Götür, adaptasiya elə, amma yaxşı elə, bərbad eləmə. Heç olmasa oxşatsan artıq öz tamaşaçısı bir 10 ildə önə atmış olacaqsan. Yoxsa götür elə, sonra da deyir ki, yo. Ən sevimli mimikadır. Mən o qədər sevirəm öz cəmaatımızda onu. Yo, mənlik deyil. Bir dənə bir şey boyunlarını almırlar. Yo, mənlik deyil. Bunları etiraf eləmək lazımdır. Buradan bir etirafınızı etməyinizi istəyirəm. Sizin bugün sənətdə ən yaxın və ən uzaq dostunuz? Mən heç kimdən daxilən pis deyiləm. Amma belə ümumi lap dəqiq cavab istəyirsənsə girib səhifələrimizdə araşdıra bilərsən. Mən araşdırmamı araşdırmışam, amma sizdən eşitmək istəyirəm ki, bugün ən yaxın... Allah şahiddir ki, heç kimdən ruhumda nə davam var, nə küskünlüyüm var, heç bir şeyim yox. Amma məsafədə olduğumuz vaxt ikən yaxın, amma hal-hazırda uzaq bir məsafə var aranızda. Məsafədə, artıq hamı ilə məsafədəyəm mən. Hər kəslə məsafədəyəm. Bir tamaşaçımla içsəyəm, məni mən eləyənlərlə. Və bundan sonra da ömrümü yalnız onlara həsr eləyəcəm. Məni görəndə üzü gülən, məni efirdə görəndə sevinən, mən efirdə olmayanda mənim səhifəmə girib, şəxsi səhifəmi tapıb, oradan mənə direktdən və məktub yerindən bu boyda məktub yazanlar, Allah onları mənə çox görməsin, mən onlar üçün yaşayacağam. Hər kəsə də bayaq da dedim, Allahın huzurunda uğurlar arzu elədim, uğurlar olsun. Artıq mənə televiziyadan baxmağa layiq olanlar ancaq oturub televiziyadan baxacaqlar. Ola bilər ki, sizə verilməyən bir sual var ki, düşünmürsünüz ki, bu sualın cavabı hələ məndə qalıb və heç bir aparıcı tərəfindən, heç bir layihə tərəfindən bu sual mənə verilməyib. Mən istəyərdim o sualı özünüzə verəsiniz və cavablayasınız. Oyda, yaxşı. Elə bir sual varmı? Yoxdur, Fərdə bəy. Məncə yox. Mən elə suala elə cavab vermişəm ki, o cavabın içində o tipdə sualların hamısına cavab var. Yəni sizi qane edib də illərin, belə deyək də, gördüyünüz işlər, nailiyyətlər, yəni qonaq olduğunuz verilişlər və tamaşaçıların sizə rəyi, baxışı, suallar sizi qane edib. Hardasa bir sual deməyim ona. Mən daha yaxşı işlər görə bilmə potensialı var məndə. Allah onu mənə veribdir. Sadəcə bugün belədirsə, deməli belə məsləhətdir. Amma bilirəm ki, illər var ki, həqiqətən boşa gedibdir də, boşa getməməli idi.
Yəni mən 2 il bundan qabaq film yazmışam. Hələ də məndədir, notebook'umdadır. Hətta bir ara çıxartdırdım. Yəni kağızlarda da hazırdır. Onları həyata keçirmək üçün bəlli bir sərmayə lazımdır. Çünki subay vaxtı nə varsa hamısı sərmayələri yatızdırdım. Buradan alırdım, nə toydan qazanırdım, konsertdən. Hamısını yatızdırırdım. Amma bəlli bir müddətdən sonra artıq yaş, ailə, qayğılar, filan, evladlar, biraz xərclər ki çoxalır və məcburiyyət qarşısında müəyyən bir faiz ayıra bilirsən işlərə. Sənəd arxa plana keçir, belə deyək. Keçməz arxa plana heç vaxt. Amma maliyyə və sıxıntı böyük layihədir də. Sıxıntı dondura bilər. Bu layihə üçün bildiyin hərəkətə keçmək lazımdır. Yəni başqa cür ki, hər şeyi kəsmək lazımdır. O da çünki həyat davam eləyir. Yəni o sənin üzərində olan məsuliyyətin var. O məsuliyyətlər qaçılmazdır. Onlar mütləqdir. Onlar olmalıdır. O baxımdan məsəl üçün mən boş-boş, məsəl üçün o qədər filmlər oldu ki, heç bilmədim hardan çəkildi, hardan, heç tamaşası da getmədi, baxmadı da, amma bəlli bir milyonlar batdı yəni o kinoteatrlarda. Hansı ki, Xoxanların dövründə, Oğlan evi filmlərinin dövründə çox gözəl layihələr oldu, amma bəlli o bayaq dediyim insanlar var, tapdılar o insanları ki, davay pul qazanaq, filmdə yaxşı pul var adı ilə girdilər və çox pullar yandı. Mən çox istəyərəm ki, məsəl üçün, belə bir oğlan, belə bir qardaş, belə bir sahibkar çıxsın, hətta notariusla belə, sənətlə belə, bəlli bir sərmayə qoysun, amma bir il dəyməsin bizə, mənə və mənim komandama ki, mən xalqımız üçün bir şey yarada bilim, yaxşı mənada. Niyə bizim filmlərimiz, məsələn, Özbəkistanda, adi Özbəkistanda belə göstərilmir. Bilincə, festivallara gedən filmləri demirəm, o qısa metrajlı filan, onları demirəm. Ümumi olaraq kütləvi izlənmədən söhbət gedir. Burada baxıldı, partladı. Qardaş Türkiyədə niyə hansısa bir kinoteatra girməsin ki? Hansısa bir filmimiz. Məsələn, Türkiyəli dostlarımız gəldilər, burada çəkdilər və orada yayımlanan filmlərimiz oldu. Amma səs-küy gətirən filmlər olmadı. Bunlar hamısı maliyyəyə bağlıdır. Senari gözəl olandan sonra Türkiyədən də bəlli kassa və aktyorlar var ki, onlar da hər filmə getmirlər. O senarini oxuyandan sonra o da görəcək ki, burada təkcə pul deyil, burada başqa, mənim tamaşaçıma başqa ləzzət eləyən yumor da var burada. Qoşulacaq bir-birimizə və böyük layihələr həyata keçirə bilərik. Bu hamısı sərmayənin. Mənim büdcədən asılıdır. Sərmayənin üzərindədir. Ona görə inşallah ki, o dostlarımız çıxarlar biz o işləri görərik. Mən inanıram ki, bu verilişdən sonra... Stand-up mənim özümdən asılıdır. Necə də lazımdırsa eləyəcəm. Gələn tamaşaçılarımız da görəcək. Fərdə bəyin sənəti yaşamalıdır ki, biz də dəvət edeyim Fərdə bəy. Mütləq inşallah. Böyük məmnuniyyətlə. Biz də orada olaq. Fərdə bəy, bir də belə bir sual vermək istəyirəm sizə. Deyirlər Fərdə bəy filmlərə dəvət çox alır, amma Fərdə bəyin filmə çəkilmək, belə deyək də, razılaşması çox çətindir. Yəni, bəlli bir məbləği var filmə çəkilmək üçün. Belə bir şeylər olubmu? Yəni, bilmirəm, şayədir, reallıqdır. Fərdə bəy hər təklifi qəbul etmir və hər məbləğlə də razılaşmır. Əslində doğrudur. Mən dedim axı, bəli. Mən bu sahədə alverçi deyiləm. Bura alver eləmək sahəsi deyil. Bura Allah bizə bu istedadı buna görə verməyib ki, hardan pul gəlir, gedək oradan 5 manat, 3 manat, nə olur olsun, nələr görsənək. Məcburiyyət qarşısında görsəndiyimiz layihələr də olub ki, onlar da sağ olsunlar ki, bizə əməlli başlı dərs verib bizi böyüdüblər və mən ssenari ən birinci maraqlı olmalıdır. Çəkiliş necə çəkiləcək? Doğrudur, seçim edirsiniz, bəli. Və ondan sonra gəlirik maliyyəyə. Bu qədər ver, ki, çəkəcəyik də. Belə bir şey yoxdur Fərdada və bundan sonra da ümumiyyətlə yoxdur. Ən birinci ssenari və yeni bir şey verməyəcəksə o ekranda görsənməyə dəyməz artıq. Hə, doğrudur, bəli. Tamaşaçılarımız, Fərda sevənlər yenilikləri gözləyir. Bu sualın da cavabını almış oldunuz. Onsuz da məni sevən kütlə başqadır. Bəli. Bir kütlə ki, stand-up formatına pul verib gəlir. Bilet alır ki, gedəcəm, Fərda bəy danışacaq, mən oturub 2 saat onu dinləyə güləcəm. Artıq onlar 2-3 pillə irəlidədirlər. İnsan olaraq irəlidədir, çünki böyümüş insanlardılar. Təkcə oturub bir şeyə baxmaq deyil, YouTube-da baxıb, girim alpəndən şək yazım, o deyil. Onlar dinləyə bilirlər artıq. Dinləmədən insan böyümür. Dinləmən lazım. Bir insanı tanımağın üçün bıraq onu danışsın. Sadəcə gözünün içinə bax, qoy danışsın. Harada yalan danışırsa orada gözü qaçacaq.
Çünki sən onun gözünün içinə baxırsan və o da o qədər peşəkar yalançılar da çox azdır. Onlar dünyada belə sayılan olublar, tarixə düşüblər. Ona görə dinləmək, mənim onsuz da tamaşaçılarım özəldir, mənə özəldir. Var olun, öpürəm sizi. Nə yaxşı ki, yanımdasınız, məni fərdə eləmisiniz. Hər birinizi də konsertlərimdə gözləyirəm. Artıq onlar mənim üçün fərqlidir. Digər o xırda xuruş hansı ki, daha çox bu dəqiqə sənətçilər o bu tənqid yazanlardan, təhqir yazanlardan danışırlar. Mən də toxundum bu mövzuya, amma burada bir məqsəd var toxunmağa. Onlar həmişə olublar, həmişə də olacaqlar. Və onların görsənməyə məkanı yox idi. İndi bəlli bir məkan yaranıb, ki, burada ancaq və ancaq insanları işlərindən soydular. Yaradan adam heç vaxt onlara fikir verməyəcəklər. Doğru vurğuladınız, elə də ona toxunmaq istəyirdim. Bugün sosial şəbəkələr, platforma üzərində Fərdə bəy çox görünmür. Amma bir çox sənətçilər artıq məşhurluğun yolunu trendə düşmək, oradan keçir, yəni sənədin başını buraxıblar, belə deyək, bayaqları dildə, yəni artıq keçiblər başqa bir tərəfdən reklama, amma Fərdə bəy görünmür. Fərdə bəy, sizin uğurlarınızın daim olmasını istəyirik. Çünki nəsil belə deyək də yenilənir. Artıq gənc nəsil gəlir. Gənc nəsil onu böyüklərdən eşidir, Fərdə kimdir. Amma onu təzədən kəşf etmək üçün, onu sevmək üçün sənət davamlı olmalıdır. Çox sənətçi deyir ki, mənim təbəqəm var, sevənim var, bu o demək deyil, kifayətlənmək lazım deyil. Artıq biz böyüdük, keçdik, qarşıda gələn gənc nəsil var. Gənc nəsil də Fərdə ilə böyüməlidir, Fərdənin stand-upları ilə böyüməlidir. Bugün məni 7 yaşlı, 5 yaşlı, 4 yaşlı uşaq görəndə gülürsə, üstümə qaçırsa, bu çox böyük xoşbəxtlikdir. Və onlar yəni üçün yaşadan da odur. Bəli, onlar üçün də yeni layihələr hazırlanmalıdır. Mütləq və təqdimatlarına verilməlidir ki, artıq sənət ölməsin, həm də ki, sevgi daimi olaraq qalsın. Zaten siz sevilirsiniz. Yəni gənc nəsil, böyük nəsil fərq etmir. Yenə deyirəm, səmimiyyətiniz, obrazları yüksək dərəcədə belə deyək, önə çıxartmağınız. Yəni o qədər səmimiyyət, sadəlik və şirinlik var ki, hər kəs özünə nəsə götürə bilir. Biz bugün bu masada əyləşmişik. Amma məni kiməsə oxşadır da. Bəli, elə bir sanki mən artıq mən gəldim ki, Fərdə bəy verilişdən mənə nəsə düşünəcək. Çünki Fərdə bəy sakit oturub baxdığı halda hər kəsdən nəsə bir şey götürür. Bir tamaşaya baxırsan, stand-up'a baxırsan, ay bu falan işdə mənim padruqamın obrazına oxşadı. Yəni baxırsan necə onlar yığılır, bir ərsəyə gətirilir. Bunun özü də təbii ki, istedad tələb edir. Yəni biz görürük, keçirik, adi bir hadisə kimi baş verir yanımızda. Yəni bunu ümumi ünsiyyət forması kimi qəbul edirik. Amma o ünsiyyət forması bugün gəlir səhnələrdə böyüyür. Tamaşaçı tərəfindən sevilir. Şükürlər olsun. Bəli, şükürlər olsun. Yəni sizin fərqli istedadınız. Allah nə qədər məsləhət bilibsə, o qədər səhnədəyim. İnanıram ki, veriliş ürəyinizcə oldu və sizi maraqlandıran, düşündürən suallara cavab tapdınız. Təşəkkür edirik, çox sağ olun.